Herkese selamlar dostlar. Ben İsmet. Dostlar bugün Pick-up'ın yeni bir bölümündeyiz dostlar. Öncelikle bunu bildirmek isterim ki 500 abone olduk. Yani çok teşekkürler. 500 abone olduk. Birinci yatak buradan. Getir alıp 500 abone oldu. Her birinize çok teşekkür ederim. İnşallah daha da çok abone olarıq yani. Bu arada biz gece vakti durduk. Biz gece vakti durduk. Akşam çağı yatdığımıza göre. Eybi yox. Deməli dostlar 500 abone olduk dediğim kimi. Ben ne inadım dostlar? İndi diyeceksiniz ki sen evde başlamışsan da. Niye evdeyim bunu diyeyim. Deməli dostlar biz geçen bölüm şeydeydik de maşın yuma yerinde pulumuz kurtarmıştı. Ben öğrendim ki oyunda reklam izleyerek her reklama $100 verir. Biraz reklam izledim, biraz pul verdi. Dostlar o pulla ben getdim direkt oradan şeye ne değil yani biraz bezimiz kalmıştı. Bir damla dibinde kalmıştı. Ondan gittim bezin yerine. Bezin vurdum. Reklam izledim. Yarısına kadar doldurdum bakı. Sonra geldim eve. Sonra yattım. Sonra bakın dostlar. Bu halde oyunun verdiği 2-3 tane yemeğe kalmıştı. Onları yedik, yattık. Səhər oldu. Ben gördüm ki karakter acından ölmürdü. Sadece yemək yox idi. Getdim markete. Gördüğünüz halde Nikdəki yeməkləri aldım. Göstərim. Gördüğünüz kimi mən də bəzilərini də yemişəm. Karakter azmışdı deyə gedim. Bakın bunları aldım. Bunları aldım, doldurdum haldenikə qoy yemeğimiz olsun. İndi dostlar ne inəcək? İndi mən bu bölüm hədəfim nədir? Bu bölüm ilk olarak, bu arada qaydanda da benzin vurmuşam. Yəni benzində sıkıntımız yoxdur hələlik üçün. Mən dostlar gördüyünüz kimi $222 var. Ben biraz reklam izleyeceğim. Pul yığacağım dostlar və maşının rəngini dəyişəcəyik. Yəni klaska alacağım. Onda yəni bir 3 tane reklam izləməliyəm $500 olması için. Ben o reklamları izleyeyim. Gəlirəm dostlar. Dəqiqə. Ben o reklamları izleyeyim, gəlirəm. Dostlar devam edirik. Ben 3 tane reklamı izledim. Ve artık $500 var. Bir de baxaq, ayda karakter yata bilmir. Gel biraz gözləyərdik, tam akşam olardı, onda yatardıq. Tam akşamdı. Dene onda gidiyor ora. Orada bu zülmət gecədə necə gedəcəyik biz? Onda oturaq maşına dostlar, yavaş yavaş gedək. Bu maşını dostlar yığdırmalıyıq. Başka variant yoktur. Dostlar geldik, çıxdıq Paintworks yerinə. Geçen videoda buraya gelmişti ama pulumuz yok idi. İndi artık pulumuz var. Gəlirik bura. Sprey alacağıq buradan. Elə bir rəng alaq ki, ondan sonra da ala bilərik də. Məsələn, qara və yaxud da ağ da elə bilərik maşını. Bir şey qırmızı eləyək. Ya da fərqli bir rəng də eləyə bilərik. Yəni fərqli bir rəng əslində yaxşı olar. Bunun kodu nədir? 86023. Daha yatta kalan bir şey olar. Şu 100 olsun mesela. 100.027. Yaxşı, 100.027 al geçsin. Hani burada. Dostlar bütün pulumuzu buna verdik. Başlayalım. Bu necə istifadə edirəm? Bunu dostlar necə istifadə edirlər? Ayda düşdü maşın altına. $500 pul vermişəm mən ona.
Haydi gözləyək. Rütünə bıraxmışam, bax, gələ işlədim bunu. Biraz məntiqsizlik var. Hə. Düş. Bunu mən necə istifadə edə bilərəm? Aldıq, bunu istifadə edə bilmirik. Mən bunu hardan istifadə edeyim? Necə vura bilərəm ki mən bunu indi? Başa düşmədim. Bunu açsam belə. Axı mən bu rəngi vurmaq istəyirəm axı. Dostlar, indi bunun hamısı getdi. Aa, bu sərfəli deyilmiş şu anda. Ay, mən elə bilirdim. Bu maşının özünə də vurmaya olar. Bilsəydim elə ağ rəng alardım da. Qırmızı oldu indi bu. Mən də elə biləm maşının öz rəngidir. Tax, bunun yerinə tax. Biabırçılıq. Dostlar, həqiqətən bir dənə like atarsınız da, sizin üçün 30 dənə reklam izlədim və 3000 oyun parası qazandım. Yəni hər reklama 100 oyun parası verir. Yəni bayağı bir uğraşdım sizin üçün. Yəni buna görə bir dənə like atarsanız sevinərəm təbii ki də. Deməli olsa gedəcəyik bu 3000-ə maşını komple boyatacağıq, yəni rəngləyəcəyik. Oturaq maşınımıza və yavaşdan başlayaq. Hansı rəng eləyəcəyim haqqında çox da bir fikrim yoxdur. Yəni sizinlə birlikdə baxacağıq buna. Mən gedim ora çatım, onda açaram videoyu. Deməli dostlar, gəldik, çatdıq. Buradan rütünümüzü çəkək. İndi dostlar, maşınımızı kraskalayacağıq. 3000 oyun paramız var. Deməli başlayaq maşınımızı kraskalayaq. Dostlar, mən bu rəngdə eləmək istəyirəm, maşının rəngini basıram. Nə deyir? 1000? Mənə niyə 1000 getdi? Mənə niyə 1000 getdi? Uf, abi məndən niyə 1000 gedir? Dostlar, yine 3000 yığdım. Artık bu sefer de olmazsa oyunu sileceğim. Yallah. Bay. Pulum getmədi. Pul getmədi abim. Bir dəqiqə. Ne deyir burada? Hə, dostlar, maşını deyir ki, bura verməli deyəsən. Elə bir şey deyir. Yani elə bir şey deyir. Oldu qardaş. Atraya. Ver dala, ver. Ver bura. Bir daha maşınımızı renkleyək. Mən boş yerə pul yığmamışam da burada. Boş yerə pul yığmamışam mən burada. Oldu. Haydi inşallah görə elə alınacaq yoxsa alınmayacaq. Hadi, hə. Dostlar, basıram artıq. Abi, rəngi seçmədim. Dostlar, səhv elədik. Rəngi seçmədim mən. Rəngi seçmədiyim üçün orada ağ oldu maşın. Eybi yox, buna da şükür. Valla bilmirəm sevinim yoxsa sevinməyim. Maşın yaxşı olmağına yaxşı oldu. Sadəcə yəni fərqli bir rəng də eləyə bilərdik. Canla düş gör mənə necə oldu maşın. Bir təkərimiz də qırmızı. Dostlar, ağ rəng pis deyil əslində.
Eybi yox da qalsın dostlar, qalsın. Gedək bir şeyə, mağazaya yeməkdən zaddan alaq. Ya da qalsın, gələn səfər alarıq. Bir də oraya getməyə kimliyi ora gedən. Oho, şop qalıb dünyanın o birisi başında. Eybi yox onda dostlar, mən gedib evə çatdım. Deməli dostlar, bizim motosikletimizi pikapın arxasına qoymaya çalışsam, internetdə görmüşdüm, YouTube'da. Mən özüm eləməyə çalışmışdım, eləyənməmişdim. Ona görə indi eləməyə çalışacağım. Aha. At bunu R'ye. R'ye. Aha. Şimdi D'ye at. Geçen. İndi bunu da bura çıxartmalıyıq. Biraz arxadan gələk. Get saxla burada. İndi bunun qapağını açacağıq. Aha, otur burada. Yallah getdik. Aha, işe yaradı. Vallahi işe yaradı. Ana, işe yaradı lan. Dostlar, işe yaradı. Bir dakika. Yeni bir şey deneyeceğim. Ver qabağa. Saxla görək. Ya bu nədir? Gözlə görüm. Oturma olmur burada indi. Yine sana lazım idi bunu bura koymak. Aa, maşın işte. Dostlar, valla maşını yetiştirdi o tarafa. Otura da bilmiyorum. Heh, oturdum. At görüm yüreğe. Bas gaza. Hardan açılır gözü. Aha, kurtuldu deyəsən. Gözü. Allah. Düş aşağıya. Motosiklet pis kaldı. Aha, çıxartdıq. Bağla buranın ağzını. Sən lazımdır, ödü işəcək indi bura. Dostlar, onda bugünkü bölümümüz bura kadar olsun. 500 abone olduğumuz için her birinize tekrar teşekkür edirəm. Bugün yani biraz acemili eləmiş olabilirik. Təkəri rəngini, maşının rənginə ilə bağlı. Amma məncə ümumi götürəndə pis bir bölüm olmadı. Yaxşı keçdi. Sonraki videolarda görüşərik. Bir də 500 abone üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.